Salam, hər birinizi xoş gördük. Sizi salamlayıram və yeni video ilə qarşınızdayam. Bu dəfəki mövzumuz əslində çox aktual bir mövzudur. Ümid eləyirəm ki, köməyinizə gələcək. MOSE imtahanlarının əsas imtahan mövzularından biridir. Excel-də maliyyə funksiyaları, yəni financial functions. Mövzuya keçməmişdən öncə istəyərdim ki, əsas anlayışlarla tanış olaq və ekranda gördüyünüz anlayışların hər birinin açıqlamasına baxaq. Future value, FV. Gələcək dəyər nədir? Bu göstərici investisiyanın gələcəkdə hansı məbləğə çatacağını göstərir. Kreditlərdə isə kredit müddətinin sonunda qalan qalıq məbləği ifadə edə bilər. Daha sonra bizim əsas cari dəyərimizdir, present value, investisiya edilən və ya borc götürülən pul məbləğidir. Rate, yəni faiz dərəcəsi, həmin məbləğin hansı faizə hesablandığını göstərən göstəricidir. Payment period, NPER deyirlər buna, ödəniş dövrlərinin sayı. Kredit və ya investisiya üzrə ümumi ödəniş dövrlərinin sayını göstərir. Məsələn, kredit müddəti 4 il, ödənişlər isə aylıqdırsa, onda NPER, yəni bizim dövrümüz 4 vur 12, 48 dövrdən ibarət olacaqdır. Və ən sonuncusu, yəni əsas olanı PMT-dir. Buna payment deyilir. Periodik ödəniş məbləği nəzərdə tutulur. Hər ay və ya hər il müntəzəm olaraq ödənilən məbləğdir. Gəlin indi bunlarla bağlı nümunələrin üzərindən keçək və daha ətraflı izahlar verim. Təsəvvür eləyək ki, deməli, belə bir tapşırığımız var. Bu tapşırıq nədən ibarətdir? Adətən imtahanda tez-tez qarşılaşacağınız mövzudur. Bizə faiz dərəcəsi verilib, 5%-dir, ödəniş müddəti verilib və mötərizədə qeyd olunub ki, illərdir. Yəni, burada 25 il olaraq nəzərdə tutulub. Səhmdar tərəfindən hər il investisiya ediləcək məbləğ 15.000 dollardır, amma hal-hazırda investisiya edilən məbləğ isə 500.000 dollardır. Sual belədir ki, 25-ci ilin sonunda qoyulan investisiyanın dəyəri nə qədər olacaqdır? Verilən bu, deməli, məlumatlara əsasən. Əgər biz bunu manual şəkildə etsəydik, baxın, aşağıda olan uzun bir formuldan istifadə edəcəkdik. Buradakı A hərfi bizim 500.000 dollar, yəni ki, indi investisiya edilən məbləğ deməkdir. R, rate, yəni faiz dərəcəsinə bərabərdir. N, number deməkdir, yəni ödəniş müddəti nəzərdə tutulur. P isə payment sözündən götürülüb, hər il investisiya qoyulan məbləğdir, yəni 15.000 dollardır. Bunların hər birini yerinə qoyub bu formulanı həll etsəz, əslində gəlib cavaba çıxırsınız. Yəni 2.409.000 dollar alırıq. Amma gəlin Excel-də bunu həll edək, görək necə baş verir. Əgər bizdən gələcək investisiyanın dəyərini soruşursa, yəni 25-ci ildən sonraki, bu artıq future value-dur. Yəni formulanın da adı FV gedir, future value. Formulanı açanda içində nə var? Rate. Faiz dərəcəsi 5%-i qeyd edirik, virgül, NPER, yəni ödəniş dövrləri, burada 25 il qeyd olunur. PMT, payment deməkdir, ödəniş biz hər il olan 15.000 dollar götürürük. PV isə present value, yəni cari məbləğ nədirsə onu qeyd eləyirik. Baxın, PV arqumenti düz mötərizə daxilindədir. Bu deməkdir ki, həmin arqumenti biz yazmaya da bilərik, yəni bunu skip eləyə bilərik. Nə üçün? Çünki ilkin ödəniş olmadan da biz investisiya edə bilərik. Ona görə burada əgər heç bir şey yazmasaq və mötərizəni bağlasaq, əslində yenə də formulamız düzgün işləyəcək. Amma indiki halda bizdə cari məbləğ var, qoyuruq, vergül qoyuruq. Daha sonraki arqument type-dır. Excel-də deməli bu da optional sayılır, yəni bunun da üzərindən keçə bilərik. Amma bizə 2 tip verir. End of period və beginning of period, 0 və 1. Susmaya görə Excel-də standart olaraq type 0 qəbul edilir. Yəni, nəzərdə tutulur ki, ödəniş dövrün sonunda ediləcək. Məsələn, hər ilin, deyək ki, sonunda, dekabrın 31-də.
Yox, bəzən şərtlər fərqli ola bilər ki, dövrün əvvəlində ödəniş edilsin. O zaman 1 seçə bilərik. Bu da əgər illik məbləğ nəzərdə tutulursa, o deməkdir ki, yanvarın 1-i ödənişlər üçün nəzərdə tutulub. İndiki halda biz sadəcə 0 qoyuruq və mötərizəni bağlayırıq və bizə deməli verilmiş məlumatlardan belə bir nəticəyə gəlir ki, biz 25-ci ilin sonunda 2.409.000 dollar gəlir əldə edəcəyik. Gəlin indi digər bir praktik nümunəyə baxaq. İkinci tapşırığımız. İkinci tapşırıqda şərtlər bəziləri yerində qalıb, faiz dərəcəmiz eynidir, ödəniş müddəti 25 ildir. Səhmdar tərəfindən hər il investisiya edilən məbləğ 10.000 dollardır. Amma bu dəfə bizə verilib ki, 25-ci ilin sonunda bizim əldə edəcəyimiz məbləğ 1.500.000 dollar olacaq. Bəs biz hal-hazırki cari dövrdə nə qədər qoymalıyıq ki, investisiya etməliyik ki, 25-ci ilin sonunda 1.500.000 dollar götürə bilək. İndi investisiya edilən məbləği hesablamaq üçün biz PV, yəni Present Value formulasından istifadə edəcəyik. PV, mötərizəni açanda yenə eyni ilə bayaq göstərdiyimiz FV, yəni Future Value formuası ilə eynidir. Rate götürürük. Vergül qoyub NPR dövrü qeyd edirik. Vergül ödəniş illik və yaxud dövrü olan ödənişi götürürük. Gələcək əgər investisiyamızın məbləği varsa bunu qeyd edirik və 0 götürürük. Enter basan zaman bizə göstərir ki, indi biz əgər 302.000 dollar məbləğ yatırım etsək, biz 25 ildən sonra 1.500.000 dollar əldə edəcəyik. Bu arada mən sizə deməli Excel-də işarə qaydaları ilə bağlı bir məlumat da nəzərinizə çatdırım. Görürsünüz, burada bəzi işarələr mənfi ilə göstərilib, burada müsbətlədir, burada da mənfi iləndir və s. Excel-də maliyyə funksiyalarında pul daxil olmaları müsbət qiymətlərlə göstərilir. Yəni bu belə deyək də, artıq dövrün sonunda əldə edəcəyimiz məbləğ. Pul çıxışları isə mənfi ədədlərlə göstərilir. Pul çıxışları nə deməkdir? Məsələn, biz əgər hər il investisiya ediriksə, bu o deməkdir ki, biz hər il 10.000 dollar deyək ki, məbləğ ödəniş edirik və yaxud burada da hal-hazırda investisiya ediriksə, 300.000 dollar artıq bizdən gedir. Ona görə burada mütləq şəkildə mənfi işarələrinə fikir vermək lazımdır. Üçüncü deməli, baxaq tapşırığımıza. Burada bizə yenə də faiz dərəcəsi verilib 4%, ödəniş müddəti 30 il göstərilib. Cari məbləğimiz investisiya qoyuruqsa 50.000 dollar qoyuruq biz və 30 ilin sonunda 1 milyon dollar deməli məbləğ götürəcəyik. Və burada artıq sual bizdən nə istəyir? Səhmdar tərəfindən hər il investisiya ediləcək məbləğ nə olmalıdır? Yəni biz hər il nə qədər məbləğ yatırım etməliyik ki, bütün bu şərtlər ödənilsin və 30 ilin sonunda 1 milyon dollar biz qazanc əldə edə bilək. Dövrü ödənişlər, investisiya ediləcək məbləğləri soruşursa, burada artıq PMT formulası işimizə yarayacaq. Payment sözündən götürülmüşdür. Rate götürürük, faizi, müddəti, present value, cari dəyəri, yəni 50.000 dolları və future value, gələcək dəyərimizi götürürük və mötərizəni bağlayıram. Burada da bizdə alınır ki, hər il əgər biz 14.938.000 dollar investisiya etsək, 50.000 ilkin ödənişlə sonda 1 milyon dollar qazanc əldə edə bilərik. İndiyə qədər baxdığımız hər üç nümunədə bizdə sadəcə olaraq illik faiz dərəcəsi var idi, 30 illər var idi və illik qoyulan məbləğlər var idi və biz buna investisiya tərəfindən baxırdıq. Gəlin indi biz bu deməli digər bir nümunədə isə artıq kredit tapşırıqlarına baxaq. Bəzən olur ki, məsələn, kredit götürülür, kredit əldə edilir və aylıq ödənişlər olunur və biz ən sonda olan, deyək ki, məbləği, qalıq məbləğini çıxarmaq istəyirik və yaxud aylıq ödənişləri hesablamaq istəyirik. Burada biraz mənzərə fərqlidir, izah edəcəm. Tutaq ki, biz belə bir şərtlərlə kredit götürmüşük.
Kreditin əsas məbləği 200 min dollardır. İllik faiz dərəcəsi 7%dir. Müddəti 15 ildir, 15 illiyə. Amma burada ödəniş tezliyi var. Yəni mən ödənişi aylıq edirəm artıq. İllik yox, aylıq edirəm. Burada hətta seçimlər eləyə bilərəm. Ödənişi illik eləyim və yaxud aylıq eləyim. Və bizim ilk ödəmə tariximiz var. 2025-ci il oktyabrın 23-də. Gəlin bu artıq verilənlərə əsasən biz aylıq ödənişlərimizi hesablayaq. Belə hallarda bu imtahana tez-tez düşən belə bir çaşdırıcı tapşırıqlardır. Belə hallarda mütləq şəkildə biz şərtlərimizi nəticə ilə uyğunlaşdırmalıyıq. Nəyi nəzərdə tuturam? Şərtlər illik faizlə verilib. Yəni faiz dərəcəsi də illikdir, müddət də illəndir. Amma ödənişlər aylıqlandır. Biz ya ili aya çevirməliyik, ya da ayı ilə çevirməliyik. Gəlin əvvəlcə baxaq. Bizə aylıq ödənişləri etmək üçün hansı formula lazımdır? PMT, payment formulası. Ödənişlərim aylıq gedəcək. Ona görə biz rate yerinə çatanda arqumentində biz mütləq şəkildə faiz dərəcəmizi, illik faiz dərəcəmizi 12-yə bölürük. Yəni 1 aylıq faiz dərəcəsini əldə etmək üçün. Vergül. Gəlir ödəniş dövrü. Dövr bizdə 15 ildir. Sadəcə olaraq biz onu aya çevirməliyik. 15 ildə neçə ay var? Bunu tapmaq üçün verilən ili 12-yə vuracağıq. Vergül. PV bizim kredit məbləğimizdir, hal-hazırda əldə elədiyimiz. Bu 200 mindir. FV, yəni future value-nu ignore edirik. Çünki biz gələcəyi artıq bilmirik, qalıq məbləğimizi bilmirik. Ona görə vergülü basıram. Və type yerində isə biz seçim etməliyik. Dövrün, bir dəfə də vergül qoyaq, type-a keçək. Aha. Dövrün sonunda mı olacaq ödəniş, yoxsa əvvəlində? Baxın, bizdə ilk ödəmə tariximiz oktyabrın 23-üdür. Deməli, dövrün sonunda olacaq. End of period. Bu verilənlərə əsasən biz götürdük. Enter bastığım anda 1797 dollar cavab alırıq. Yəni, bu cavaba yaxındır. Eynidir. Sadəcə olaraq siz PMT formulasının əvvəlində mənfi işarəsini qoysaz, belə bir cavab ala bilərsiniz. Yəni, əgər o mənfini görmək istəmirsinizsə, bu formada da eləyə bilərsiniz. Yenə də diqqətli olun. Fərqli-fərqli situasiyalar, nümunələr qarşınıza çıxar bilər. Əsas odur ki, ya siz illik məlumatı aya çevirəsiniz və yaxud əksinə aylıq verilən məlumatı ilə çevirəsiniz. Burada da şərtlərdə mütləq şəkildə ehtiyatlı olmaq lazımdır. Belə, biz financial functionlar, maliyyə funksiyaları haqqında danışdıq. Baxın, belə bir formulların üzərindən keçdik. Nəsə əlavə sualınız və yaxud alternativ bir həll yolları, maraqlı nümunələriniz varsa, videonun sonunda yaza bilərsiniz. Sağ olun, hələlik.